Salam, Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Naxçıvanda prezidentin yeni səlahiyyətli nümayəndəsi və eləcə də bir sıra rayonlara yeni təyin olunan icra hakimiyyəti başçıları ilə görüşdü və bir sıra orada mühüm tapşırıqlar, göstərişlər verdi. Bu tapşırıqların bir hissəsi də sahibkarlara və iş adamlarına aid idi. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə biz həmin müşavirənin sahibkarlığa aid olan hissəsini müzakirə eləyəcəyik. Məmməd müəllim, xoş gördük sizi. Məmməd müəllim, həmin qəbulda Prezident İlham Əliyev sahibkarlarla bağlı məsələlərə toxundu. Dövlət başçısı məmurlara, iş adamlarına dəstək verməyi tapşırdı. İş adamlarına ölkənin birinci şəxsi tərəfindən bu diqqəti necə qiymətləndirirsiniz? Mən ilk öncə Cənab Prezidentin atalar sözü kimi səslənən bir sözündən başlamaq istəyirəm ki, deyir ki, nəyin nə zaman deyiləcəyini mən bilirəm. Doğrudan da bu müşavirənin keçirilməsi və burada Cənab Prezidentin sahibkarların xeyrinə, ölkədə iqtisadiyyatın, sahibkarın işlərinə aid sözləri tam vaxtında deyilən bir sözdür və mən bunu çox yüksək vaxtında deyilən bir söz kimi qeyd edirəm. Eyni vaxtda onu bildirmək istəyirəm ki, Cənab burada bir neçə icra nümayəndələri və Naxçıvan nümayəndə təsdiq oldu. Ancaq hesab edirəm ki, bu söz bütün icra hakimlərinə aiddir, bütün rayon icra rəhbərinə aiddir və doğrudan da bugün bizim Cənab Prezidentin apardığı uğurlu siyasət, xüsusən xarici siyasət Azərbaycanda yerli istehsalın artmasına, sahibkarın inkişafına böyük bir zərurət yaranır. Bugün Azərbaycan Cənab Prezidentin rəhbərliyi ilə çox böyük masштabda xarici siyasət aparır. Bugün Azərbaycan məhsullarının ixracı üçün çox böyük bazarlar formalaşmışdır və bu bazarlar da yeni keyfiyyətli məhsul istehsalını tələb edir. Bu məhsullar isə təbii ki, Azərbaycan ərazisində, Azərbaycan torpağında yetişir. Bu bazarlar İslam ölkələridir, bu bazarlar Avropadır, bu bazarlar Çin Respublikasıdır, Yaponiyadır və doğrudan da və biz sahibkarlar komitəsi bunları hər an görürük. Ona görə bizim bugün ərazilərimizdə xüsusən də ixrac yönümlü məhsulların istehsalına böyük ehtiyac var və burada təbii ki, sahibkarlara dövlət özəl partner rol çərçivəsində yerli icra nümayəndələrinin köməyinə böyük bir ehtiyac var və bu sahədə də mən düzü deyim ki, mən bir neçə xoş məqamları qeyd etmək istəyirdim. Çünki bizim müəyyən icra nümayəndələri haqqında ünvanlarına xoşa gəlməz sözlər deyilir, doğrudan da müəyyən hüquq mühafizə orqanı cəza tədbir görür. Ancaq eyni vaxtda Cənab Prezidentin uğurlu kadr siyasəti nəticəsində çox yaxşı bizim Prezidentin nümayəndələri və icra başçıları var. Mən bunun bir neçəsini nümunə üçün misal çəkmək istəyirəm. Cənab Prezidentin Şuşa üzrə nümayəndəsi Aydın Kərimov xüsusi qeyd etmək istəyirəm ki, doğrudan da orada çox gözəl əlverişli bir mühit formalaşıb. Bugün özəl sektor, bilirsiniz ki, orada bütün iri qurumlar, marketlər açılır, hamısına mümkün şərait yaradılır və bu bir yaxşı nümunədir. İkinci bir nümunə Ağdam üzrə nümayəndə Emil Hüseynov qeyd eləmək istəyirəm ki, bugün sahibkarları dəvət edirlər, görüşürlər, hətta nəinki yerli sahibkarlar, xarici sahibkarlar orada sənaye bölgəsində dəvət edirlər və hər cür şərait üçün yaratmaq istəyirlər. Laf birini qeyd etmək istəyirəm, Xankəndi nümayəndə qeyd etmək istəyirəm. Xankəndi artıq ipotek mənzil satışını, yəni sahibkarların orada dəvəti, mühit yaratmaq üçün bizim Xankəndi icra nümayəndəsi çox böyük işlər görür. Yəni belə nümunəyə Qəbələ icra hakimiyyətinə aid etmək olar, Quba icra hakimiyyətinə, o cümlədən Qazax rayon icra hakimiyyətini də qeyd etmək olar ki, Qazax artıq bir qərbdə, Azərbaycan qərbində böyük bir artıq regional mərkəzə çevrilmişdir. Bugün artıq bizim, yəni Qərbi Azərbaycanın vətənə qaydını artıq Qazax tam onları qəbul etmək hazırdır və ona görə də belə müsbət namizədlər digərləri üçün də nümunə olmalıdır. Onlar gedib onlardan öyrənməlidir, onların təcrübəsi, nə sahibkarlar necə kömək edilir, sahibkarlar necə cəlb edilir və ona görə də mən hesab edirəm ki, bu işdə biz də konfederasiya olaraq daim sahibkarları dəstəkləyəcək və yerli icra nümayəndələri, demək olar ki, bütün rayonlarda bizim nümayəndəmiz var. Bu nümayəndələr vasitəsilə icra hakimiyyətlərindən əlaqə saxlayıb işin necə irəli aparmaq, necə biznesi inkişaf elətdirmək barədə dəstək verəcəyik. Məmməd müəllim, Prezidentin digər bir tapşırığı isə yeni iş yerlərinin açılmasına
çalışmaqla bağlı oldu. Əslində bu da iş adamlarını maraqlandıran tapşırıqdır. Çünki qeyri-neft sənayesinin inkişafı, yerli istehsalın artırılması yükü məhz sahibkarların çiyinlərindədir. Əsas məsələ kiminsə öz xırda maraqları üçün buna mane olmaması və məmurların bu prosesə dəstək verməsidir ki, sahibkarlar yeni iş yerləri yarada bilsinlər. Bəli, bu doğrudan cənab prezident bu da çox böyük strateji tapşırıqdır. Mən isə bu cənab prezidentin tapşırığıdır, Ali Baş Komandanın əmridir və bugün yerlərdə yeni iş yerləri yaratmaqla bağlı böyük işlər görülməlidir. Birinci, bu işlər bugünə kimi də görülür. Ancaq bunu yeni etapa çevirmək lazımdır. Yəni bu yeni çağırışlar irəli gəlir. Bir də artıq biz xam mal satmalı deyilik. Biz o xam malı, məsələn, tutaq pambıqdır, malız formasını satır. Biz artıq etməli ki, malıcı biz çevirək sapa, sapı çevirək parçaya, parçanı da çevirək hazır məhsula olar sataq. Yəni, cənab prezident tapşırığı strateji buna yönəlibdir. Yaxud tutaq ki, biz şərab istehsalını artırmalıyıq. Böyük bizim şərab məhsulunun dünya bazarında ehtiyac var. Bunun üçün yenə biz üzüm bağları salmalıyıq. O üzüm bağlarını emal məsələləri emal edib yer gəndə olaraq saxlamaq. Çünki şərab nə qədər çox müddət qalırsa, onun keyfiyyəti artır. Yəni, üzümü xaricə satıb şərabı baha almaqdansa, elə şərabı özümüz istehsalı eləsək. Şərabı istehsalı satmalıyıq, mahalıcı istehsalı sapı satmalıyıq. Yəni, bu sahədə çox böyük işlər görməliyik. Və bu barədə işlər görülür. Bizim Özbəkistan Respublikasından bir yerdə Qarabağda, məsələn, artıq tekstil fabrik qurulur. Bizim digər Akstafada tekstil fabrik var, Sumqayıtda var. Bunların hamısının fəaliyyətini canlandırmaq lazım ki, biz xarici ölkələrə hazır məhsul sataq. Bugün dünyada gedən tendensiya da buna doğru gedir. Bizən böyük ölkələr hamısı istər Amerika, Çin, Asıq yerli istehsalı artırırlar, yerli istehsalı qoruyurlar. Bizim elə bu günlərdə Kömürlük Komitəsindən bizim sahibkarların görüşü olacaq. Orada da məqsədimiz odur ki, biz nə qədər mümkünsə daxili bazarı qoruyaq, xaricdən gələn məhsulların müəyyən mənada yerli istehsal təşviq edək. Və bu sahədə təbii ki, yerli icra hakimiyyətinin və məmurların böyük köməyinə, sahibkarına ehtiyac var. Mən bu sahədə hesab edirəm ki, məmnunluq bizim çox gözəl, istər hökumətlə, Nazirlər Kabinetindən, istər İqtisadiyyat Nazirliyi ilə və digər qurumlarla diyalogumuz var. Elə bu yaxınlarda biz İqtisadiyyat Naziri Nəzdonov vergi xidmətindən sahibkarların bir böyük görüşünü keçirdik və sahibkarları narahat edən məsələlər, sahibkarlara gələcək ümidli olan məsələlər barədə müzakirə etdik. Belə bir görüşün isə Kömürlük Komitəsindən, Antisarla, digər qurumlarla görüşməsi nəzərdə tutulur. Prezident xatırlatdı ki, sahibkarlara güzəştli kreditlər verilir, özünü məşğulluq proqramı icra edilir, amma bu da insanların şəhərə köçünün qarşısını almağa kifayət eləmir. Rayonlarda, kəndlərdə işsiz qalan vətəndaşlar məcbur olub şəhərə üz tuturlar və burada da o qədər ümidverici perspektiv gözləmir onlara. Əksəriyyəti görürük bir şəhərdə taksi sürücülük edir, bəziləri heç Bakıda da iş tapa bilmir və bu da onları bəzən əyri yollara apara bilir. Bu baxımdan iş adamları nə eləməlidirlər ki, bölgədə insanın yerini, yurdunu tərk etməsinə səbəb olan bu səbəblər aradan qalxsın. Elə bu da həm də yeni iş yerlərinin yaradılmasının barədə sualımın davamı sayıla bilər. Bəli, bu birinci, yəni bu qlobal prosesdir, dünyada cənab prezidentinin, bu dünyada gedən prosesdir, buna urbanizasiya deyirlər, insanlar kəndlərdən şəhərlərə axışırlar. Biz bunun tam, cənab prezident kimi, tam bunun qarşısını ala bilmərik, ancaq biz bunu nə etməliyik? Bunun üçün birinci Azərbaycanda daha çox iqtisadiyyat Bakı və Sumqayıt və digər regionlarda mərkəzləşibdir. Biz çalışmalıyıq ki, Azərbaycanda 14 iqtisadi zona var. 14 iqtisadi zona hər birində tutaq ki, bir şəhərin birini gücləndirək, orada yeni emal məsələləri quraq, digər işlər yazır ki, rayondan, kənddən daha Bakıya yox, o elə köçsünlər, orada işləsinlər, yeni xidmət müəssisələri yaradaq və burada mali əlçatanlığını genişləndirmək lazımdır və burada bir şeydən nəzərə alaq ki, kənd təsərrüfatı kreditləşməsinin özünə məxsus xüsusiyyətləri var. Ona görə də banklar kredit verəndə bu xüsusiyyətləri nəzərə almalıdır. Bugün kənd təsərrüfatına tutaq ki, çayçılıq inkişaf edirsə, buna verilən kreditlərin müddəti 10 il olmalıdır. Biz əgər üzümçülüyə kredit verirsə, bunun müddəti 7 il olmalıdır. Bizim banklar hesab edirəm, biz yəqin ki, bu mövzu ilə bağlı banklar əsasında görüşümüz olacaqdır və bizim bilirsiniz ki, Mərkəzi Bankla da bizim şuramız var, o şuranın da bir planlaşdırıcı icrası keçirək. Burada mali əlçatanlığını artırmaq üçün hansı işlər görmüyorlar.
Və plus burada yeni bir institutun da fəaliyyətə salmaq üçün biz də hökumətlə birgə işlər görməliyik. Bu yaxınlarda ikinci İslam maliyyəsi forumu keçirildi. Biz də orada iştirak edik. Mən də xüsusən Azərbaycanda İslam maliyyəsinə də böyük ehtiyac var. Çünki burada bu faizsizdir, sahibkarlara çox böyük kömək edir və biz çalışmalıyıq. Düzdür, bu sayədə artıq müəyyən qərarlar qəbul olunubdur. Mərkəzi Bank özəl banklara alicə bir pəncərə açmaq imkanı veribdir. Ancaq mən hesab edirəm bunu daha da sürətləndirmək lazımdır ki, burada artıq belə deyək də İslam maliyyəsini də Azərbaycana gətirək. Çox sevinçlə deyə bilərik ki, yaxınlarda İslam İnkişaf Bankının rəhbəri burada oldu və bir neçə İslam ölkələrinin, Ərəb ölkələrinin fondlarla bir yerdə cənab prezident bunları qəbul edir. Biz bu fürsəti reallığa çevirməliyik ki, bu həmin o İslam maliyyəsi Azərbaycanda daha sürətlə gəlsin və bu da bizim sahibkarlığın və o cümlədən halal məhsul istehsalının artmasına böyük kömək ola bilər və bu sayədə işlər gedir. Hesab edən biz bu işlərdən razıyıq, ancaq bunu belə sürətləndirməliyik ki, bunlar doğrudan da real çevirsin. Yəni insanlar həm də bir zəncir sxemi qurulsun. Məhsul ilkin istehsal olsun, sonra onu alsınlar, sonra emal olunsun, sonra ixrac olsun, o zəncir sxeminə işləsin. Və mən hesab edirəm ki, bizim İqtisadiyyat Naziri ilə bir yerdə Nazirlər Kabineti, digər nazirlər, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi biz hamısının əlbir olub sahibkarların önünü açmalı ki, sahibkarlar yeni məhsul istehsal eləsinlər, ixrac eləsinlər və məhsulların dəyəri vaxtında ödənilsin. Mehmet müəllim, siz sahibkarlarla dövlət arasında bir vasitəçilik, körpü rolunu oynuyorsunuz. Yəqin sizə də iş adamlarının ayrı-ayrı bölgələrdə sahibkarların incidilməsi ilə bağlı, məmur özbaşınalığı ilə bağlı yəqin sizə də şikayətlər daxil olur. Belə şikayətlər daxil olanda hansı addımları atırsınız? Bilirsiniz ki, təbii ki, belə müraciətlər daxil olur. Ona görə biz bu daim sahibkarların yanında oluruq və bunun üçün bayaq dedim ki, bizim tutaq ki, ən çox sahibkarları narahat edən, maraqlandıran məsələlərin biri vergilər qurumundan da bizim ayrıca bir şuramız var. Biz mütəmadi görüşürük, müraciət edirik. Bizim Kömürlük Komitəsindən ayrıca əməkdaşlıq şuramız var, görüşürük, müzakirə edirik. Mərkəz Bankla belə bir şuramız var, mütəmadi müzakirə edir və çox məsələnin həllində dəstək olurlar və kömək edirlər. Yəni bizim var. Digər məsələlər bizim inzibati qurumlarla əlaqəmiz var. Biz bir dəfə Ali Məhkəmənin sədri ilə görüş keçirdik. Belə münasibətlərimiz Daxili İşlər Nazirliyi ilə, prokurorluqla var və sahibkarı narahat edən məsələlərdə biz müraciət edirik və məmnuniyyətlə Ali Məhkəmənin sədri İnam Kərimova, Baş prokuror Kamran Əliyevə və Daxili İşlər Nazirliyi Vilayət Evəzov buradan sahibkardan təşəkkür edirəm ki, sahibkarları narahat edən bütün məsələlərdə çox obyektiv kömək edirlər, problemləri həll edirlər və hər şey edir. Eyni vaxtda bir məsələni deyim ki, bugün maliyyə savadlığında da bir böyük ehtiyac var. Çünki bizim hökumət qurumları artıq belə deyək də qanunvericilik bazasını bilirlər, inkişaf edirlər və biz yerlərdə o kiçik sahibkarlar, orta sahibkarlar bu işi daha yaxşı bilmək üçün biz artıq belə bir kurslar keçiririk, maliyyə savadı ki, sahibkarlar da bu işləri bilsin. Bəzən də işi bilməməkdən də, o işin olmamaqdan da sual yaranır. Sonra vergini tələb edəndə deyirlər ki, bu bizə təzyiq edir. Bəli, ancaq biz işin düzgün, obyektiv aydınlaşanda görürük ki, və yaxud da əgər belə bir əsassız varsa da bu sayədə müvafiq qurumlar, adını çəkdim, hüquq mühafizə orqanları, vergi, bank öz tədbirini görür və kömək edir və bunun nəticəsində də biz bir açıq Azərbaycanda mikrokreditləşmə, digər sahələr bizim banklar aparırlar və bu günü-gündən artır və bu da görürsən ki, bütövlükdə ümumi qeyri-neft sektorunun artım tempi digərdən daha yüksəkdir. Bunu isə biz daha da artırmaq üçün əlavə köməklər etməli. Biz də sahibkar komitələri olaraq çalışırıq ki, bizim əsas qayəmiz dialoqdur. Dövlətlə özəl sektor arasında körpü rol oynamaqdır və bunun adı dövlət özəl sektor əməkdaşlığı. Bu əməkdaşlığı biz uğura keçirmək üçün, ədalətli olması üçün əlimizdən gələn edirik və əminəm ki, biz cənab prezident də bu məsələləri həmişə dəstəkləyir və bir daha cənab prezidentə təşəkkür edirik ki, həmişə sahibkarların yanında olur, sahibkarları dəstəkləyir, sahibkarların önünə çıxmaq üçün həmişə kömək edir. Mehmet müəllim, mən istərdim Prezident İlham Əliyevin noyabrın 15-i və 16-sında Özbəkistana səfərindən də
qısaca danışaq. Çünki ondan bir gün əvvəl siz özünüz də Özbəkistanda səfərdə idiniz və Mərkəzi Asiya Məşvərət Şurasında artıq Azərbaycan da var və ənənəvi o beşlik artıq 5+1 formatına keçmiş olur. Bu baxımdan Mərkəzi Asiya ilə Azərbaycan arasındakı əlaqələr, Azərbaycanın körpü rolunu oynaması barədə fikirlərinizi bilmək istərdim. Açıq bu çox böyük tarixi hadisədir. Artıq o 5+1 yox, artıq oldu 6. Məşvərət Şurası və 5 Orta Asiya Respublikası və Azərbaycan. Burada Azərbaycanın çox böyük önəmi var və ilk olaraq deyim ki, Azərbaycanın buraya daxil olması və Cənab Prezidentin tam hüquqlu üzv seçilməsi mən hesab edirəm Azərbaycan üçün, ölkə üçün böyük bir nailiyyətdir və o sahibkarı üçün böyük uğurdur. Mən ona görə də ilk öncə Cənab Prezidenti təbrik edirəm və bunun avqustun 8-i Amerikadan başlayan uğurlu hadisələrin bu da bir davamıdır və hesab edirəm ki, artıq Orta Asiya Respublikalarda Azərbaycan üzərindən Avropa çıxmaq, Azərbaycan üzərindən İslam dünyasına çıxmaq, Azərbaycanın burada böyük bir rolu var və bu çox bir uğurlu addım oldu. Mən hesab edirəm çox sevinirik və o cümlədən də sahibkarlar üçün. Çünki təbii ki, Azərbaycan sahibkarları dünyanın müxtəlif ölkələrində çalışırlar, Macaristanda çalışırlar, biz olmuşuq Kipirdə çalışırlar, Səudiyyə Ərəbistanında. Ancaq Orta Asiya isə bizə doğmadır və biz özümüz də bu günlərdə orada bir biznes forumda iştirak elədik və o biznes forumda iştirakda gördük ki, bütün o 5 respublikanın sahibkarları vardı. Azərbaycanla ilə xoş münasibət var və bugün orada böyük açıq deyim, imkanlar da var. Yəni bizim bilirsiniz ki, Türk İnvestisiya Fondu var. O Türk İnvestisiya Fondunun vəsaiti bugün artıq 600 milyon dollardır. O cümlədən Azərbaycan Qırğızstan İnvestisiya Fondu var. 100 milyon dollardır onun dəyəri. Azərbaycan Özbəkistan İnvestisiya Fondu var. Onun fondun 500 milyon dollardır. Yəni bugün artıq sahibkarın gedib oraya gedəndə iş görmək üçün maliyyə əlçatanlığı da var, maliyyə vəsaitləri də var və digər də ümumi bir deyək də əlaqəli bir dost, qardaş millət olduğumuza görə bizim onlarla əlaqəmizdə sahibkarlar üçün də çox yeni üfqlər açacaq. Yeni işlər, yeni layihələr, yeni belə deyək də ixrac, idxal, sənaye, birgə istehsal və çox böyük biz elə oradakı biznes forumda mən də çıxış elədim Azərbaycan həm sahibkarı komitəsində, həm də Türk Ticarət və Sənaye Palasında və gördüm ki, bu doğrudan da böyük bir perspektiv, böyük bir ümid verir. O cümlədə orada belə deyək də nəqliyyat koridorundan bağlı bir forum oldu. Deməli, bizim biznes forumda Azərbaycan İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev iştirak elədi. Nəqliyyatla bağlı sizdə rabitə Nəqliyyat Nazirinin müavini Cavid Qurbanov iştirak elədi. Yəni, bugün Azərbaycan artıq belə deyək də Orta Asiya Respublikaları 5+6 ölkə sıxı əməkdaşlıq çərçivəsində çalışacaqlar və çox belə deyək də Azərbaycanın ümumi inkişafına və o cümlədə Azərbaycanla birgə Orta Asiya bu qardaş ölkənin inkişafında böyük təkan verəcəkdir. Mən burada çox böyük perspektiv görürəm. Minnətdaram sizə. Çox sağ olun Məmməd müəllim. Xatırladım ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevlə biz Prezident İlham Əliyevin Naxçıvanda prezidentin yeni səlahiyyətli nümayəndəsi və yeni bir neçə icra hakimiyyəti başçısının təyin olunması ilə bağlı prezidentlə görüşdə dövlət başçısının iş adamları və sahibkarlarla bağlı göstərişləri, eləcə də Prezident İlham Əliyevin Özbəkistana son səfərini, Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tam hüquqlu üzv qəbul edilməsini müzakirə edirdik. Sağ olun.